Sonra da hökumət deyir ki, biz fake xəbərlər yaymırıq. Dünən Hikmət Hacıyevin maliyyələşdirdiyi saytlar Ədliyyə Nazirliyinin idarə rəisi Elşad Məmmədlinin sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanıldığı barədə xəbər yaydılar. Lakin uğurlu media siyasətinin sayəsində xəbər dərhal bəzi saytlardan məcburi sildirildi. Öyrəndik ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi olan sərxoş Elşad Məmmədli yeni Ədliyyə Naziri Fərid Əhmədovun dostu olmaqla yanaşı Mehriban Əliyevanın köməkçisi, eyni zamanda Prezident Administrasiyasının qanunvericilik siyasəti şöbəsinin müdürü Gündüz Kərimovun yaxın adamıdır. Onun tapşırığı əsasında saytlara göstəriş verilib ki, xəbər silinsin. Məsələni ətraflı öyrənmək üçün bəzi etibarlı mənbələrdən dəqiq informasiya aldıq. Həqiqətən də hadisə medianın işıqlandırdığı kimi olub. İdarə rəisi Elşad Məmmədli ona verilmiş 10 AO 020 nömrə nişanlı xidməti avtomobili özü idarə edirmiş. O, avtomobilin sayrışan işıqlarını yandıraraq təhlükəli manevrlər edib. Dövlət Yol Patrol Xidmətinin əməkdaşları ona saxla əmri versələr də polisləri bir qədər öz arxası ilə fırlatmaq istəyib. Polislərə tabiəsizlik göstərən Elşad bəyin avtomobilini nəhayət saxlamağa nail olublar. Ona sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi bildirilsə də, polislərlə mübahisə etməyə başlayıb bildirib ki, mən general vəzifəsində oturan idarə rəisiyəm və toxunulmazlığım var. Yol Patrol Xidməti əməkdaşları yaranmış vəziyyət barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruz ediblər. Ədliyyə Naziri Fərid Əhmədov və Mehriban Əliyevanın köməkçisi Gündüz Kərimov məsələyə qarışdıqdan sonra polislər Elşad Məmmədlini sərbəst buraxıblar. Məlum olub ki, bir müddət öncə də Elşad Məmmədli eyni vəziyyətdə Emin Ağalarova məxsus olan Steve Breeze istirahət mərkəzindən çıxarkən polislərlə problem yaşayıb. O, istirahət mərkəzinə dövlət agentliklərindən birinin icraçı direktoru olan xanımla birlikdə təşrif buyurub və spirtli içki qəbul ediblər. Daha sonra masaya xidmət edən afisiyantla mübahisəsi yarandığı üçün Elşad Məmmədlini istirahət məkanından uzaqlaşdırıblar, rədd ediblər. Həmin xanımla mərkəzdən çıxarkən yol polisləri saxlayıb onları və kiminsə zəngi ilə cərimə tətbiq edilmədən azad olunub. Ölkə deyil, həqiqətən də dərəbəylikdir. Polisin gücü yalnız yetim-yesirə çatır. Elşad Məmmədli kimi şəxslərin arxasında böyük adamlar olduğu üçün onun bu hərəkəti barədə bugünə qədər hüquqi ölçü də götürülməyib. Bir müddət öncə Elşad Məmmədlinin muavini baş notarius Anar Süleymanov da korrupsiya faktlarına görə işindən azad olunmuşdu. Lakin Ədliyyə Nazirinin dostu olduğu üçün media onun korrupsiya faktına görə deyil, işində yol verdiyi hansısa nöqsanlara görə azad olunduğunu qeyd etdi. Görürsünüzmü? Bu hadisələri hansısa bir dırnaqarası desək, jek işçisi törətsəydi ona ömürlük cəza da verərdilər. Lakin öz zibilləri olanda onu ört-bastır etməyə uğurla nail olurlar.